Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Mən bu sirkdə iştirak eləmək istəmirdim əslində. Çünki dünən baş verənləri, bəzi oyunlarda baş verənlər sirk idi rəsmən. Okey, dedim, yaxşı, bugün burada bütün qeydlərimi aparmışam. Mən gün ərzində Telegramda öz paylaşımlarımı eləyəcəm. Qəliz oyunlar da var, bir-birinə daban-dabana zid komandalar da var. Amma bir oyun var ki, o oyunla bağlı sizə maksimum böyük bir məlumat vermək istəyirəm. Amma videonu maksimum qısa tutmağa çalışacağım. Yəni o həcm üçün çox qısa bir video olacaq. Niyə bu oyunun üstündə dayandım? İndi hamısını başa düşəcəksiniz. Və bu oyun analizi sizə, yəni bu komandanın analizi sizə gələcəkdə də əla dividendlər, qazanc gətirəcək. Mən bundan əminəm. İndi dediklərimə qulaq asanlar, mən əminəm ki, hətta mənə yazacaqlar ki, WhatsApp nömrəmiz, yəni VIP qrupunun WhatsApp nömrəsinə yazacaqlar ki, nömrəni ekranda görürsünüz. Bu cür oyunların sayını, analizlərin sayını çoxalt, biz də faydalanaq. Mən bilirəm ki, bizim onurğa sütunumuz bunu istəyəcək. Bu arada bir şad xəbər gəldi bugün səhər tezdən. Axır vaxtlar bəd xəbərlərimiz çox idi. Betərin betəri var, amma onu da deyək, şükür eləyək. Mən evdə mini studiya qururam və artıq bəzi məsələlərimiz, məhsullarımız gəlir. Gəlir, yoldadır, çatmaq üzrədir. Yəqin ki, bir həftəyə gözəl bir şəraitdə, maksimum rahat şəkildə, yəni kresloda oturub maksimum rahat danışmaq olmur. Çünki mən fonu düşünürəm, səsi düşünürəm, səsin uzaqlığına baxın, amma orada səs maksimum yaxın olacaq. Siz də o səs təzadlarından qurtulacaqsınız. Bu da belə, dostlar. Keçmiş olsun diləklərini yazan qardaşlarımızın hamısına geri dönüş eləyə bilmədim. Əksəriyyətinə geri dönüş eləyə bilmədim. Keçirdiyimiz qəza ilə bağlı. Hamınıza təşəkkür edirəm, dostlar. Və biz burada bir ailəyik. Ailəmizin bir üzvünə bir şey oldu. Hamı yığıldı başına, necə deyərlər. Allah sizdən razı olsun. Allah sizi qorusun, ümumiyyətlə qorusun və bu cür məsələlərdən qorusun. Çənəm bir də, çənəm hələ də ağrıyor və əli vurma olmur. Dünən başımı yurdum, çimirdim. Başımı şampunladım. Belə də, yəni şampundan sonra ki, əli gəzdirmirsən, əlimi vura bilmirəm hələ də bura. Ağzım da bundan artıq açılmır, amma YouTube analizi üçün bəs edir məncə ağzın bu qədər açılması. Dünən məsələn atışdırma üçün şey elədim, tantuni aldım, ağzımı açıb dişləyə bilmirdim. Yəni 2 gündə o vəziyyətdəyim, indi yavaş-yavaş düzəlirik. Əl qərəz, getdik. Dostlar, Zalcburg Portu. Bu oyunla bağlı danışmaq istəyirəm, çünki Farioli'nin Portusunu 2 həftədən çoxdur izləyirəm. Son 3 oyununu izləmişəm, notlarımı almışam, bəzi resurslara başvurmuşam və dedim ki, bunları sizdən bölüşüm. Yenə də deyirəm, bu sizə indi məsələndir, amma indi fərz elə ki, bugün dediklərimi tərsizlədir. Siz bunun ardıcıl 5 həftə çörəyini yiyəcəksiniz. Özünüz diqqətlə qulaq asa. Bizim Vaqifin Telegramını da izləyin, zəhmət olmasa, beton, altdan xət AZ, gedir Vaqifin Telegramına. Baxın, VIP qrupu da var. Nə iş görür, hansı nəticələri verir, hamısı şəffaf şəkildə paylaşılır. Bu da belə, məncə olanlar narazı deyil. Deməli dostlar, dediyim kimi son 2 həftədə Portunun oyunlarını izləyirəm. Farioli'nin Portusunu. Farioli ilə bağlı hamı xoş sözlər deyildi, amma Portuda məncə Farioli özünü artıq level'ı qaldırdı, açdı özünü. Orientir kimi Farioli 4-3-3 sxemindən istifadə edir təbii ki. Bir dənə oxlara diqqət yetirin burada. Mən fotonu indi ekrana gətirəm və diqqət edin fotolara və pas trafikinə fikir verin. İstiqamət göstərilib, hücumun yönünü artıq özünüz başa düşəcəksiniz. Bu məsələyə qayıdacağıq bir epizodda. Dediyim kimi, çox belə çənə vurmaq istəmirəm. Sadəcə, mən reaksiyalara baxacağım. Əgər alındısa bizdə bu, siz, nə bilim, növbəti həftə mənə yazacaqsınız ki, Portunun oyununu dəyərləndirəndə, abi, bir dənə də belə komanda analizi, bir dənə də belə komanda analizi. Mən də zaten işim çoxdur, şəxsi işlərim də var, amma sevə-sevə bu işi eləyəcəm. Mənim motivasiyam sizin bəyəninizdir, xoş sözləriniz. Portu müdafiədən çıxanda, yəni oyun quranda, İngilis dilli qaqulyalar üçün build-upda fikir verin, dayaq yarım müdafiəçisinə maksimum yaxın oynayır müdafiəçilər. Niyə? Çünki pas üçün ideal məsafəni qovurlar burada və boş oyunçunu rahat tapmaq olur. Burada bir postscriptum. Niyə bu fotonu məhz verirəm? Çünki bu oyunda istifadə olunan sxem Zalcburg'un sxeminə, yəni 4-4-2-yə maksimum yaxındır. Zalcburg son oyunu çıxmaq şərti ilə 4-5-1-dən istifadə edirlər, səhv etmirəmsə durumdan oyunda və oyununda uduzdu Zalcburg. Amma əsasən bu mövsüm, xüsusilə bu mövsüm 4-4-2-dən istifadə olunur deyə bu sxemi götürdüm ki, kimsə deyə bilər ki, bu rəqibdən rəqibə qardaş, bunlar dəyişə bilər axı. Bax, məsələn, mən konkret misallarla göstərəm sizə.
Oyunçular dostlar, əsasən də yarım müdafiəçilər. Topsuz o qədər hərəkət eləyir ki, siz bugünkü oyunda da onu görəcəksiniz. Portonun son oyunlarını izləyənlər də təsdiqləyər. Fikir verin, yəni o qədər hərəkət eləyirlər, hə, boşu-boşuna çox qaçmaq olar, amma fikir verin, iki adam oyunçunun pas trafiki başlayır, 2 nəfərlə başlayır təbii ki. Üçüncü oyuncu daim boş olur. Az qala daim, yəni 99% hallarda boş olur. Və bu hamısı rusların bir sözü var. Mən də rus dilli qaqulyalardan biriyəm. Ona görə attoçindir də. Yəni bu o qədər məşq olunmuş ki bu şeylər. Yəni bu Farioli bunu ancaq meydanda tələb eləmir də. Məsələn o gün City-nin oyununu izləyirdim. Məşqini izləyirdim. Abi eyni sxemləri nə qədər məşq edirlər. Adam çərriyər, siz də məni bağışlayın, amma eləyirlər. Fərqli, amma Pepin fəlsəfəsinə uyğun şeylər məşq edirlər. Bu təbii ki, məşqlə gələn şeydir. Üçüncü oyuncu dostlar. Bu çox önəmlidir Farioli üçün. Boş qalsın və nə baş verir? Koridorlar açılır. Çünki rəqibi üstünə çəkirsən, üçüncü oyuncu boşda qalır. Avtomatik olaraq üçüncü oyuncunun üstünə, məsələn deyirəm, sağ bek, yəni müdafiəçi, cinah müdafiəçisi üstünə çəkiləndə ora avtomatik olaraq məsələn Borja Sainz'in, çünki rəqibin sağ müdafiəçisinin üstündə, kimin üstündə oynayır? Borja Sainz'in. Borja boşalır. O koridorları tapmağa çalışır. Fərqi yoxdur. Pas trafiki ortaya da istiqamətini dəyişə bilər. Wingerlər dostlar, müdafiədən hücuma çıxan zaman wingerlərin yerləşməsinə fikir verin, nə qədər geniş yerləşirlər. Sağ və sol Borja Sainz və Pepe və yaxud da ki digər winger görün nə qədər Samu Amaradiondan aralı yerləşirlər. Buna wide open deyirlər də, yəni geniş yerləşmə deyirlər və bu da Farioli üçün çox önəmlidir. İndi başa düşəcəksiniz ki, söhbəti hara gətirirəm təbii ki. Mən boşu-boşuna havaya güllə atmıram da burada. Sadəcə bəzi oyunları beyninizə canlandırmağa çalışıram və neçə saat əvvəl. Fullbacklər dostlar, fullbacklər hücuma dəstək üçün istifadə olunur. Buna qayıdacağıq. Özdə seçim eləyəndə qayıdacağıq. Seçim zamanı mütləq bura qayıdacağıq. Bu sistem Farioliyə 2-3-5-dən 3-1-6 manevrinə, yəni 3-1-6 sxeminə keçiddə manevr şansı yaradır. Müəllim özdə hələ tam heyətini qurmayıb, mən sizə deyim. Mən axır oyunlarına baxırdım, dayaq yarım müdafiəçisini çıxıram. Onun üzərində dayanacaq bir-iki epizodda. Deməli, müdafiəçilərlə bəzi yarım müdafiəçilərin, məsələn, rəqibdən rəqibə rotasiyaya gedir. Sanki hələ də axtarışdadır. Tam heyətini 30-durandan sonra. Orada əməlli başlı hoqqa baş verəcək. Yəni, Fariolinin təkəri buraxmasa, tükənməsə, oyunu çox oxunmasa. Farioli bəzən hücum quran zaman, müdafiədən hücuma, özə topu oyuna daxil edən zaman. Bilirsiniz necə bir şablonlar qurub, sanki standart yerinə yetirəcək bu adam. Fikir verin, ümumi düzülüşə bir dənə fikir verin. Siz adətən nə görürsünüz? Qapıçıya yaxın sağında, solunda 2 dənə müdafiəçi olur ki, bunu yeri gəlmişkən nəyə görə istifadə edirlər? Çox adam başa düşməyə bilər bəlkə də bunu hələ də. Yəni marağında deyil də, sadəcə elə belə söz gəlişi deyim. Rəqibi, fikir verin, qapıçı oyunu topa daxil edən zaman və yaxud da ki, müdafiəçi də oyunu topa daxil edə bilər yeri gəlmişkən, yerləşmə ümumi olaraq dəyişmir də. Sən rəqibi presində dezavantaja uğradırsan ki, rəqib hələ də bilmir ki, sən sağdan hücuma başlayacaqsan, yəni hücum oyunu qurmağa başlayacaqsan, yoxsa soldan. Bunu onun üçün istifadə edirlər, sadəcə söz gəlişi deyirəm. Amma belə düzülüş mən ilk dəfə də görürəm. Arxada qapıçı daxil 5 nəfər. Bu çox önəmlidir dostlar. Niyəsini addım-addım indi ekranda görürsünüz. Mən çox şərh eləmək istəmirəm, sizə kadrlar qoy danışsın. Sadəcə hələ bir misal gətirdim. Bu şablondur dostlar. Şablon bəzən bizdə niyəsə negativ söz kimi qəbul olunur. O deyirlər, falan kəs ancaq şablon danışır. Siz hücumun, bu bir neçə hücum variasiyasından biridir. Fikir verin, sonra nə baş verir addım-addım. Müdafiə, deməli, müdafiədən yarım müdafiə keçid, anidən, baxın, hücum hardan davam edir və hansı sürətdən davam edir, o da maraqlıdır. Və rəqib arxada necə bir azlıqda yaxalanır, türklər demişkən. Deməli, birə-bir pres, dostlar, buna da fikir vermək lazımdır. Siz də fikir verin, necə ki, Farioli fikir verir. İnanılmaz həcmdə iş və əziyyət var burada. Rəqibə nəfəs aldırmırlar. Yerləşməyə bir dənə fikir verin. Rəqib build-updadır, yəni hücuma keçir, müdafiədən oyunu qurmağa çalışır. Porto oyuncularının yerləşməsinə və məsafəsinə fikir verin. Top hardadır? Və topun artıq yanında kim var? Müdafiə onların hücum xəttinə nə qədər yaxın oynayır, yarım müdafiə eyni ilə. İndi isə həmin o dediyim Varela.
Varelaya fikir verək, o dayaq yarım müdafiəçisidir dostlar. Stoperlərin arasında da var bu adam. Rəqibin hücumunun fazasından asılı təbii ki. Və stoperlərlə beklərin arasında da var yenə də. Çünki beklər başa düşdüyünüz kimi rəqib də bekləri üstünə çəkə bilir. Deməli, dərin fazada 5-4-1 sxeminə keçid. Yəni, anormaldır, sən o boyda bir iş həcmi, öndə pres və s. bayaq dediklərimiz və sən 5-4-1 sxeminə keçirsən müdafiə olunan zaman. 5-4-1-i niyə görə deyirəm? Varela düşür ora. 2 stoperin arasına. Belə dostlar, yəni, inanılmaz. Yəni, mən bu insanlar evə qaydanda istirahətə, mən onların sadəcə sifətinə baxmaq istəyirəm. Arvad çay ver deyən zaman mən onların sifətinə baxmaq istəyirəm ki, arvada bəlkə də WhatsApp-da yazır ki, nə olar çay ver, ağzıma aça bilmirəm, yorulmuşam. Varela dostlar, yüksək presdə, yəni Porto çox yüksək presdə olanda Varela nə edir? Fikir verin, bek çıxdı, sağ bekdir də, fikir verin, bek hara çıxır və Varela hara gəlir? Stoperə çevrilir avtomatik olaraq, bu da növbəti bir sübut. Kəskin əks hücumda say üstünlüyü rəqibə keçməsin deyə. Deməli dostlar, presin intensivliyinə görə Avropada ilk 5-likdədir Fariolinin Portusu. Top itkisi zamanı nə baş verir? Soruşa bilərsiniz. Mən sizə bəlkə də ondan yuxarı misal gətirə bilərəm. Mən axırıncı oyunlarını izləyəndə Porto səhv etmirəmsə 10 saniyə sonra, 6-10 saniyə sonra topu özünə qaytardı. Harda qaytardı? Meydanın rəqibə aid olan hissəsində bu da önəmlidir. Rəqib bugün kimdir dostlar? Danışdıq, okey, yaxşı. Mən yenə də sizin reaksiyalarınız mənim maraqlı bu oyunla bağlı. Rəqib kimdir? Rəqib Zalcburgdur. Zalcburgun işləri yaxşı getmir. Amma beynimdə belə bir şey canlandırdım. 4-4-2 ilə oynayır Zalcburg. Bugün bilməm hansı sxemlə çıxacaq. Biz oyundan neçə saat qalmış, neçə saat əvvəl danışırıq bu barədə. Zalcburgda işlər yaxşı getmir. Avropa hədəf ola bilərmi öz evində? Məncə Zalcburg, okey, yaxşı, bu ssenarini götürək. Zalcburg aşırı basqın başladı. Bu bizə nə verəcək? Porto time'da vuracaq. Ssenari atıram ortaya, bu seçim deyil hələ ki. Yaxşı, Porto aşırı, Farioli ilk dəqiqələrdən öz oyunu diktə eləməyə başlasa, nə baş verəcək? O fullbacklər ki, fullback burada önəmlidir dostlar. Fullback bilirsiniz nədir? Bayraqdan bayrağa işləyir bu adamlar. Bu arxada boşluq verirmi? Baxmayaraq ki, Varela stoperə çevrildi. Boşluq verə bilər. Atletik komandada nə qədər olmasa da Zalcburg, çünki Zalcburg biz akademiyası ilə tanınır, biz bunu bilirik və Afrikadan istedadları daha çox kəşf eləyib, yetişdirib satır. Onlarla misal var, üstündə deyəməyəcəm. Tək Afrikadan yox. Afrikadan gəlib Skandinav ölkələrində yerləşən və yaxud da ki, elə birbaşa öz akademiyasından Skandinav ölkələrindən də götürürlər bu arada. Sözümü nəyə gətirəm, gözəl insanlar? Porto bu oyundan hissə qazanmasa və 2 top vurmasa, çünki fullback faktoruna görə potensial bir qolu buraxa bilər. Potensial demirəm buraxacaq. 2 top 1.70-1.80 arasıdır. Vurmasa, mən izlədiyim Farioli. Mən sadəcə Mortingen-Streise şokda, dilxor, amma növbəti oyunu gözləyəcəm və sizin reaksiyalarınızı gözləyəcəm. Mən sizə keçən dəfə də axırıncı videolardan birinə də demişdim ki, Porto bu il çox tez ayılır dostlar. Time'larda vurmağa çalışır. Ev səfər fərqi yoxdur. Bir də rəqibi penaltiyə sövq eləyir. Bu da, belə deyək də, aşırı tez-tez top çevirməyin nəticəsidir. Siz axşam, sizə tövsiyə edirəm ki, oyunu tapın, izləyin. Həmin oyunu və pas trafiklərinə fikir verərsiniz. Futboldur, bəlkə də Red Bull'un məşqçisi qanadlanıb və sahiblərindən qanadlanıb və çox gözəl hazırlaşdı oyuna. Amma Fariolinin otuzdurduğu bir yox, bir neçə şablon var. Bu bir şablonun bəlası Pep Guardiola'nı və Gasperini və Arteta'nı tutdu deyə onlar da artıq başladı bir neçə şablonlardan istifadə eləməyə. Şablon pis söz deyil, yaxşı sözdür, baxır harada istifadə edirsiniz. Axşam sizdən xahiş edirəm. Porto'nun pas trafikinə, Porto'nun cinah müdafiəçilərinə, Varela'nın yer dəyişmələrinə, Wingerlərə, Samunu qoyuran bir kənara, Samu öz oyununu oynayır. Wingerlərə fikir verin və qapçının topu oyuna daxil etməyinə fikir verin. Ondan sonra şərhlərdə görüşək. Haqsızammı
Futboldur çünki dünən Celtic'in oyununda dostlar, mən oyuna baxırdım. Çünki mən Celtic'in oyununu biraz çözməyə çalışırdım. Deməli, nəyə görə? Çünki qollu bir oyun gözlədim. 1-1 qutardı. VIP qrupda kuponumuz yatdı. Deməli, Betis'in qolu ilə onun üstü yatdı. Gərək tərsinə oynayardıq. Halbuki tərsinə də variant deyil. Statistikanı demirəm. Statistikada görəcəksiniz. 10 net qaçan moment var. 10. Altından xətt çəkirəm. Amma o oyunun haqqı ən azı 2-3 idi, 2-4 idi. Açıb özünüzə oyuna baxa bilərsiniz. Anormal momentlər qaçdı. Bu da ola bilər. Amma əsas odur ki, biz burada futboldan danışırıq. Belə dostlar, öpürəm. Özünüzə yaxşı baxın. Ola bilər ki, bu video az izlənsin. Ola bilər ki, bəyənmədiniz. Təbii ki, əsas məqsədimiz geniş analizlərdir. Öz rutinimizdən kənarlaşmırıq. Bizim də öz şablonlarımız var, ondan kənarlaşmırıq. Sadəcə istədim belə bir həftə içi belə bir yenilik eləyim. Bəyəndisə, nə xoş mənə, uğur olsun. Yenə deyəm, Porto'nun time'da qol vuracağı ssenarisi, Porto'nun 2 qolu və hissə qazanarı mənim üçün çox önəmlidir. Allah amanət olun dostlar, nə yaxşı ki varsınız.